Deməli, Misirdən bir nəfər xarici ölkələrin birinə gedirdi. Daha doğrusu getmişdir. Doktorantura işini müdafiə etmək üçün idi. Risale yazacaqdı. Kitab yazacaqdı. Sizcə nə idi onun mövzusu? Quran-ı Kərimdə xatalar. Subhanallah. Quran-ı Kərimdə səhvlər. Quran-ı Kərimdə şübhələr. Belə bir mövzu ünvanlamışdı. Həmin o adam, həmin o gənc, o Misirli Nəsrani idi. Qeyri-müsəlman idi. Beləliklə həmin o Nəsrani oğlan, o tələbə başlayıb Quran-ı Kərimi Fatihə surəsindən oxumağa. Şübhəsiz ki, gərək o kitabı oxusun ki, o içində olan səhvləri, xataları onun dillə desək, tapa bilsin. Fatihə surəsi, Əl-Bəqara surəsi, Əl-İmran surəsi, Nisa surəsi, beləliklə nədir? Quran-ı Kərimi oxuya-oxuya gedir. Allah-u Teala onun köksünü İslam'a asıb. Sizcə hansı surə ilə? Sizcə hansı ayətlərlə? Uca Rabbimiz buyurur ki, قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا. De, mənə vəhy olundu ki, cinlərdən bir dəstə Quranı dinlədikdən sonra öz tayfalarına qayıdıb dedilər. Həqiqətən biz heyratamiz bir Quran dinlədik. La ilahe illallah. La ilahe illallah. Cin surəsi Quran-ı Kərimdə 29-cu cüzdədir. Bir cüz qalmışdır ki, Quran-ı Kərim bitirəcəkdir. Subhanallah. Bir cüz qalmışdır. Allah ona orada rəhm eləyib. Vallahi bu kitab, bu Quran-ı Kərim, Allahın kitabı qəlbləri parçalayır. La ilahe illallah. Allah subhanahu teala buyurur ki, həmin o suranın ikinci ayəsində Yəhdi ilə rüşdi fəəmənnə bih və lən nüşrikə bi Rabbinə əhədə. O, doğru yola yönəldir. Yəni, Allahın kitabı. Biz ona inandıq və bundan sonra əsla kimsəni Rəbbimizə şərik qoşmayacaq. Yəni, həmin o oğlan, həmin o tələbə oxuduqca bu ayətləri, subhanallah, fikirləşir ki, Allahu Akbar, ola bilməz. Yəni, bu sözlər bəşərin sözü ola bilməz. Bu kəlam bəşərin kəlamı ola bilməz. Burada əzəmətli bir qüvvət var. O ayətlər nə cür onun qəlbinə giribsə, subhanallah. Fikir verin, nəyin ardınca getmişdi? Nə cür Allah subhanahu teala onun nədir? Köksünü İslam'a açdı. Nəhayət ki, o tələbə bu surəni oxuyandan sonra deyib ki, yox, bu kəlam bəşərin kəlamı deyil. İslamı qəbul edib.